Salam, hər vaxtınız xeyirli olsun, əziz abituriyentlər. Riyaziyyatda belə bir sualla qarşınızdayım. Deməli, sualda nə deyir? Bizə romb verilib və diaqonalları verib, sadəcə olaraq rombun daxilinə çəkilən çevrənin radiusunu soruşur. Suala keçməmişdən əvvəlcə sizə deyim ki, o dördbucaqlının daxilinə biz çevrə çəkə bilər ki, həmin dördbucaqlının qarşı tərəflərinin cəmi bir-birinə bərabər olsun. Buna nə deməkdir? Bilirik ki, rombun bütün tərəfləri bərabərdir. Hər tərəfin mən ayrıca işarə eləsəm onda belə çıxır ki, onda bax, bu tərəflə bu tərəf bir-birinin qarşısındadır. Bunların cəmi neçə eləyir? 2A. Bu tərəflə A ilə bu tərəfi də toplayanda 2A. Gördünüz, qarşı tərəflərin cəmi bir-birinə bərabərdir. 2A bərabərdir 2A. Deməli, bu rombun daxilinə çevrə çəkmək mümkündür. Bəs daxilə çəkilmiş çevrənin radiusu nəyə bərabərdir? Rombun hündürlüyünün yarısına bərabərdir. Gəlin, diaqonalla hündürlük arasında əlaqə düsturu deyim. Yəni, bunu iki yolla yazacağım. Birinci yol nədir? Deməli, hündürlük bərabərdir. Verilən diaqonalların hasili bölünsün kökün altında diaqonalların kvadratları cəmini. Oradan bərabərdir. H nəyə var? Diaqonalları 6 ilə 8 verilir. Deməli, 6 vur 8 bölünsün. 6-nın kvadratı üzərinə gəl 8-in kvadratı. Deməli, 36 üzərinə gəl 64 elədi 100. Sürət eyniliklə qalır. 6 vur 8. Kök də 100-dən kök çıxır 10. 6 8-in 48-i də 10-a böləndə 4,8. Hündürlük tapandan sonra biz nə dedik? Radius hündürlüyün yarısına bərabərdir. Yəni, R bərabərdir. H bölü 2. O da bərabərdir 2,4. Bu birinci qayda. Birinci qaydandan sonra isə gəlin keçək ikinci qayda. Yəni, birinci qayda ola bilər ki, yadınızdan çıxar. Onda nə etməli? İkinci qaydanı yadımıza salaq. İkinci qaydanı yadımıza salaq. Yəni, səbirli olun. Deməli, ikinci qaydamız nədir? İkinci qaydamız nədir? Diaqonallar verəndə tərəfin tapılması var. Yəni, diaqonalla tərəf arasında əlaqə düsturu var. Bu nədir? Diaqonalların kvadratları cəmi bərabərdir 4A kvadratına. Onda belə çıxır ki, 6-nın kvadratı üzərinə gəl 8-in kvadratı, yenə də toplayanda 100. Bərabərdir 4A kvadratına. Onda belə çıxır ki, A kvadratı bərabərdir 25, A da bərabərdir 5. Yəni, A bərabərdir plus minus 5. Sadəcə olaraq tərəf mənfi olanmaz deyə biz A bərabərdir 5 götürürük. Tərəfi tapandan sonra bəs hündürlüyü necə tapaq? Çünki radius hündürlüyün yarısına bərabərdir. Biz belə bir şey deyim. Rombun sahəsi nəyə bərabərdir? Diaqonalların hasilinin yarısına. Deməli, diaqonallarının hasilinin yarısına. Bu bir düzdür. Bəs rombun diaqonalları verilməyib, tərəf verilib, hündürlük verilib. Onda sahə nəyə bərabərdir? Tərəf və o tərəfə çəkilən hündürlük. Onda belə çıxır ki, 2 dənə sahə düsturu mən bərabər eləyə bilərəm. Onda belə çıxır ki, 6 vur 8 bölü 2, yəni 48 bölü 2, 24 bərabərdir. Tərəfimiz 5-dir. H-a. H nəyə bərabərdir? 4,8. Yenə də H-ımız 4,8. Radius nəyə bərabərdir? Hündürlüyün yarısına. R bərabərdir. H bölü 2, o da bərabərdir 2,4. Yəni, belə suallar qarşınıza çıxarsa, deməli, iki yolla həll etməyi unutmayın. Əgər siz burada bəzi düsturlar, məsələn, diaqonalların kvadratları cəmi bərabərdir 4A kvadratdır, niyə o cür olur? Onlar da bilmək istəsəniz, videoya dəstək olub, bəyənməyi, yorum yazmayı unutmayın. Hər birinizə uğurlar arzulayıram.